Gənc mühasibə də iş var yoldaşlar. Əgər aranızda gənc olan varsa, mühasib işləmək istəyən varsa və mühasibə aid təməl proqramları bilirsə, misal üçün gəlin ilk öncə birbaşa mühasib deyil də birisi operator olaraq olan bir vəzifədən bəhs edeyim sizə. Misal üçün, əgər aranızda bir seni bilən varsa, misal üçün 700 manatlıq bir iş var yoldaşlar. Ali təhsillisinizsə, bir şeydə sərbəst işləyə bilirsinizsə, Excel-də hesabat və cədvəl və formulalarla işləmə bacarığınız varsa, buyurun bu işə müraciət edə bilərsiniz. Bu bir variantdır. Nisbətən yüngül olan variantlardan nəyə misal verə bilərəm? Misal üçün, mühasibatlıq üzrə təcrübəçi işi var. Mühasibatlıq üzrə bu təcrübəçi işi yoldaşlar A+Co şirkətindədir. Office proqramını bilməyi tələb edir sizdən sadəcə. Bir də ali təhsilli olmalısınız. İqtisadiyyat, maliyyə və yaxud da mühasibatlıq. Yəni fikir verdinizsə sizdən bir seni tələb eləmədi və digər özəllikləri tələb eləmədi. Bu da Xırdalan şəhərindədir. Bundan əlavə digər yüngül variantı da olmalıdır. Bir dəqiqə mən ondan da bəhs edeyim sizə. Bir də köməkçi variantı var yoldaşlar. Köməkçi variantı var, mühasib köməkçisi işi var. Burada isə sizdən tələb eləyirlər ki, yenə də ali təhsil almış bir məzun olmalısınız, mühasibat üsulu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində. Və Excel-i bilməlisiniz, Excel üzrə bilikləriniz olmalıdır. Varsa, bax, bu işə də müraciət edə bilərsiniz. Bu da Mehdabad qəsəbəsindədir. Təcrübə müddəti də 3 aydır. Ondan sonra da ola bilsin, sizi elə işlə də təmin elədilər o təcrübə müddətindən sonra. O artıq sonranın məsələsidir. Yəni, əsas məsələ rahatlıqla qəbul ola biləcəyiniz mühasib işlərindən biri də bu elə bir variantdır. Ali təhsillisinizsə, Excel-i bilirsinizsə, buna dəyərləndirə bilərsiniz. Fikir verdinizsə, yəni hər ikisində, yəni Word-ü, daha doğrusu Office proqramlarını bilmək tələb olunur. Və ali təhsilli olmanız tələb olunur. Digər variantda, misal üçün, o heç nə tələb eləmirdi demək olar, amma deyirdi ki, bir şeyini bilsəz, artıq rahatlıqla, yəni təcrübə tələb eləmirdi, misal üçün, o sizdən. Bir şeyini bilirdinizsə, rahatlıqla 700 manatlıq bir iş içələ bilərdiniz. Elə şansınız vardı. Bu və bənzəri digər mühasib işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da fərqli sahədə işlərlə tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etmənizdə dəstək istəyirsinizsə, ümumiyyətlə, iş tapmanızda çətinlik çəkirsinizsə, əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzəzoğlu kanala. Orada diqqət eləsəniz, kanala daxil olduqdan sonra profildə əlaqə vasitəsi yazılmış olur. Oradan əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.